Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə qəsəbəsində 160 nömrəli avtobusun sonucu dayandı. Asfalt yolun üstündə sizin üçün 3 sot yarımda belə bir 2 mərtəbəli təmirsiz evin çəkilişinə gəlmişik dostlar. Evimiz 3 sot yarımdadır. Çok qəşəngdir, proyektli çok gözəldir. Həyətdə nəzərdə tutulmuşdur bisiklet yeri. Bu hissəsi basendir gördüğünüz kimi. Değerli dostlar, əlavə olaraq belə bir ərdam için bir şey tikilmişdi. Çok güzel yerdi. Yerleşme yeri süper. Asfaltın üstündedir dostlar. Bad obyekt kimi de sayılır. Ətraflı sütun çəkəcəm inşallah. Oradan maşın giriş yeridir. Gel usta. Qiymət də ki, münasib qiymətə deyil. Dostlar, qiyməti sonda ona görə deyirəm ki, videomuzu tam izləyəsiniz. İndi bütçəyə uyğundur, uyğun deyil. Yenə də bu bizim işimizin qaydası budur. 3 sot yarımdadır, 2 mərtəbəli evdir. Sayğacdan işıq sayğacımız var. Qaz xətti evin düz bölümündədir. Evimizin içi göstərim sizin üçün. Belə bir təmirsizdir. Yəni çox işlər demək olar ki, görülübdür. Bura mətbəx hissəsidir dostlar. Buradan da qapı qoyulubdur. Qeyri-adi proyekti var değerli dostlar. Burada aşağı mərtəbənin zalıdır. Piləkən buradan fikirləşilibdir. Kaydadan qoymaq üçün. Evin arka tərəfini sizə göstərim. Buradan belə bir çıxışı var. Değerli dostlar. Asfalt nəhələnin düz üzərindədir. Dostlar, gördüğünüz kimi bu da bizim asfaltımız. Bura asfaltdan da size göstərənlərə qiyməti değerli dostlar 66.000 manata deyilir. İnşallah gəldinizdə real alıcı ilə yenə də danışıb razılaşma olar değerli dostlar. Quyusu da var ha dostlar, su quyusu da var. Asfalt yolun üzərindedir. Yerleşme yeri çok güzeldir. Qiymət də 66'ya deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah Allah, xeyir versin. Sağ olun.